Yaşlanmış orqanların canlandırılması. Yeni elmi icmal göstərir ki, orqanların yaşlanma prosesini geri çevirən və onların funksiyasını yaxşılaşdıran təcrübələr transplantasiya üçün kənarda qalan çoxsaylı donor orqanlarını yenidən istifadəyə yararlı edə bilər. Bu yanaşma dünyada donor çatışmazlığının əsas səbəblərindən biri olan yaşlı donor orqanları problemini hədəfləyir. Tədqiqat müəllifləri qeyd edir ki, yaşlanmış orqanlar mitoxondrial funksiyanın zəifləməsi, yaşlanmış hüceyrələrin yığılması və iltihabi proseslərin artması səbəbindən transplantasiya sonrası uğursuzluq riskini artırır. Buna görə də çox orqan hər il təhlükəsizlik səbəbilə kənarda qalır. Son tədqiqatlar göstərir ki, seçici dərmanlar, biokimyəvi modulyatorlar və perfuziya texnologiyaları kimi yeni üsullar yaşlanmış toxumaların struktur və funksional səviyyəsini yaxşılaşdıra bilər. Azərbaycanda orqan donoru sayı hələ də azdır və çoxlu xəstələr donor tapmadığı üçün illərlə növbədə qalır. Məsələn, son statistikaya görə ölkədə minlərlə insan orqan transplantasiyası üçün gözləyir. Vətəndaşlar arasında donor olmağa razılıq verənlərin sayı isə nisbətən aşağıdır.